Salam, hər vaxtınız xeyir. Mən Verdiyeva Nərminə. Bu günlər Azərbaycan dili qaydasından lalənin qoşma, bağlayıcı və yaxud da zərf-cədin ilk çəkici kimi işlənməsinə diqqət edəcəyik. Demək, lalə və ilə əvəz olunanda bağlayıcıdır. Konkret ismə qoşulduqda qoşmadır. Bu hər zaman olmaya da bilər. Yəni bəzən bu konkret ismə yox, mücərrəd ismə qoşulanda da qoşma ola bilir, amma əksərən qoşma kimi götürürük, yəni konkret isimlərin üstündə. Mücərrəd ismə qoşulanda isə zərf-cəddən ilk çəkici olur. İndi biz deyirik ki, iləni, yəni laləni hər zaman və ilə əvəz edə bilərik. Amma yuxarıda iki cümlə yazmışam. Biri vergüllədir, biri isə vergül sözdür. Birincidə vergül varsa burada demək nədir? Həmcinslik var. Və biz bunu və ilə əvəz edə bilmərik. Niyə? Çünki biz və ilə qaydasında, yəni bağlayıcı qaydasında demişik ki, nə ilə, nə də və, nə özünün əvvəl, nə də sonra vergül tələb edir. Ona görə də birinci cümlədə olan lalə hər ikisi qoşmadır. İkinci cümlədə olan isə lalədən sonra vergül olmadığına görə laləni asanlıqla və ilə əvəz edə bilirik. Amma həmçinin də burada bir bağlayıcı, bir də qoşma var. Çiçəkdə isə lalə artıq qoşmadır. Həmçinin də çiçəyə diqqət edirsinizsə, konkret isimdir. Bundan başqa 5-ci suala baxaq. Demək istədiyim buradadır. İlə, lalə qoşma kimi işlənib. Dünya ilə cahan sinonim. Dünya və cahan sinonim sözlərdir. İzah elədikmi? Bəli, və ilə əvəz elədik. Burada demək bağlayıcıdır. B. Dursun, o məni həyəcanla dinlədi. Həyəcanı görürükmü? Xeyr, hiss edirik. Bu zamanda demək, bu lalə burada zərf düzəldirmiş. Əli və Vəli dostdurlar. Əli və Vəli. Və ilə əvəz etdiksə, demək onda burada nədir? Bağlayıcıdır. Dostum imtahanlara səylə hazırlaşır. Səyi görürükmü? Xeyr, görə bilmirik. Yəni o bizim duya bilirik səyi. Ona görə də mücərrəd ismi qoşulduğuna görə zərf düzəldən ilk çəkicidir. Amma B bəndində diqqət edərsə, şəkil fırça ilə çəkilibdir. Nə ilə? Fırça ilə. Fırçanı görürükmü? Bəli. Demək burada artıq ilə qoşmadır. Yəni 5-ci sualda B bəndi olur.